Sizi İDA Press School'un bütün yaş qrupları üzrə monitorinq fəaliyyətləri ilə tanış edirik. Bu monitorinq uşaqların idrak, dil, motor və gündəlik bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə aparılır. Təqdim ediləcək tapşırıqlar əsasında uşaqların bilik və bacarıqları, eləcə də onların inkişaf göstəriciləri qiymətləndiriləcək. İndi isə monitorinq fəaliyyətləri ilə yaxından tanış olaq. Bədən üzvləri və daxili orqanlar. Uşaqlar bədən üzvlərini tanıyır, əsas daxili orqanları tanıyır və onların funksiyaları haqqında ilkin məlumatlar verə bilir. Bitkinin əsas hissələri: kök, gövdə, yarpaq və çiçək. Bitkinin əsas hissələrini ayırd edib, onların rolu haqqında qısa məlumat verə bilir. Əks mənalı sözlər. Bu fəaliyyət əsasında uşaqlar məntiqi düşünmə, söz ehtiyatı və müqayisə bacarıqlarını öyrənir. Məsələn, az, çox, yumşaq, bərk, yaş, quru, qalın, incə, kirli, təmiz, ağır və yüngül. Hərflərin şəkilli sözlərlə uyğunlaşdırılması. Bu fəaliyyətdə uşaqlar hərf, səs, şəkil əlaqəsi qurur, oxuya hazırlıq bacarığı formalaşır. Məsələn, cücə, C, ev, E, arı, A. Həndəsi fiqurlar və materika. Bu fəaliyyət əsasında uşaqların həm əl materikası inkişaf edir, həm də elementar fiqurları tanıyır. Məsələn, kvadrat, üçbucaq və dairə. İDA ilə ölçələri gəzirik. İDA Press School'un ölçələri gəzirəm layihəsi əsasında uşaqların öyrəndiklərini bu fəaliyyət ilə nümayiş etdirirlər. Məsələn, Amerika, Finlandiya, İngiltərə, İtaliya, Almaniya və Çin. Elementar riyazi bacarıqlar hesablama, sadə şəkildə toplama və çıxma əməlini yerinə yetirir. Məsələn, 3, 2 bərabərdir 5. Nəqliyyat vasitələri. Quru, hava, su nəqliyyat vasitələrini tanıyır və fərqləndirə bilir. Fəsillər və hava hadisələri. Fəsilləri hava dəyişikliklərini dərk edir və onları bir-birindən fərqləndirə bilir. Məsələn, yaz, yay, payız və qış. Qarlı, yağışlı, günəşli və küləkli. İlkin dil bacarıqları. İngilis dilində əşyaların adını, rəngini və əlamətini deyə bilir. Məsələn, cat, orange, animal. Məntiqi ardıcıllıq və incə materika. Şəklə əsasən rənglərlə ardıcıllığı qura bilir. İncə materikası inkişaf edir. Diqqət şahmatı. Görmə yaddaşı, xatırlama bacarığı və diqqət formalaşıb. Məsələn, şəklə əsasən yadında saxlayır və tapırıq. İndi isə böyük motor bacarıqlarımızın monitorinq fəaliyyətləri ilə tanış olaq. Məsələn, tullanma, tarazlığı saxlama, top atı və tutma, düz xətt boyunca maneəli qaçış. İDA Press School olaraq məqsədimiz hər bir uşağın potensialını üzə çıxarmaq və onun inkişafını balanslı şəkildə təmin etməkdir.